Saatlarla, günlərlə komanda ilə aparılan intensiv məşqlər. Da. Bam, mənim əlimlə bərabər müziğin. 2, 3. Dirijor motivasiyası. Alqışlayabilirsin. Mimika, jest və melodiyaları izləyən orkestr üzvləri. Burada hər şey zamana bağlıdır. Bir saniyə gec ya tez musiqi pozlar. Dirijorsa burada vaxtın özünü idarə edir. O səssiz danışandır və onun hər bir hərəkəti orkestrda yüzlərlə notu birləşdirir. Dirijor çevrilərək həmin alətə üz cizgisi ilə müraciət edir ki, yəni artıq sənin ifan başlayır. O geciksə, əlbəttə ki, artıq müəyyən bir musiqi yerlərində artıq toqquşmalar baş verir. Dirijorun əsas böyük məqsədi rəhbərdir, bədii rəhbərdir. Orkestrın dirijorla münasibəti çox önəmlidir. Onlar səni bir gözünlə, bir hərəkətinlə, mimika çox önəmlidir. Əl hərəkətlərindən öncə mimika çox önəmlidir. Orkestr bütünlükdə dirijora tabe olmalıdır, yəni bütünlüklə. Musiqi yalnız notlardan ibarət deyil. O, həm də nəsilləri birləşdirir, ənənələri qoruyur, milli kimliyi yaşadır. Eyni zamanda cəmiyyətin inkişafında bir ölkənin beynəlxalq arenalara yol açmasında mühüm rol oynayır. Bu səbəbdən də musiqi sahəsində peşəkar kadrların hazırlanması dövlətin əsas prioritetlərindən biridir. Zeyirbəyin qoyduğu bu ənənələri qorumaq, layiqincə yaşatmaq və onu dövrün yeni, maraqlı tələbləri ilə zənginləşdirmək bizim bugün əsas ümdə amallarımızdan, vəzifələrimizdən biridir. Biz nəinki 20-ci əsr və ondan sonraki Azərbaycan musiqisi, eləcə də orta əsr Azərbaycan musiqisinin təbliğatı ilə məşğuluq və tələbələrimiz də belə bir geniş şəkildə musiqi haqqında informasiya toplayaraq yetişirlər. Dövrlərdə tarixi şəxsiyyətlərin yazdığı əsərləri bəstəkar bəstələyir, sonra ifaçı da ona öz səsi ilə can qatır. Və dövr müasirləşdikcə gənclər həmin musiqiləri yeni üslubda, fərqli janrlarda oxuyaraq həmin ifalara, milli musiqilərimizə yeni rəng qatır. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik. Vaqif Mustafazadənin bilirsiniz, cazla muğamı sintez eləmişdir, bütün dünyada məşhurdur. Bilirsiniz, o işi ki, peşəkarlar görür, onun nəticəsi çox gözəl olur. Amma o öz fəaliyyət səviyyəsində olanda əlbəttə ki, o zərərdir. Təbii ki, muğamımızın heç vaxtı inkişafı, heç vaxtı başqa musiqilərdən asılı deyil. Muğamımız bizim tükənməyən milli, mənəvi sərvətimizdir. Amma onun yanaşma tərzləri var. Dünyada tanınmasında, inkişaf olunmasında, bax bu sintezlərin çox böyük təbii ki, rolu var. Şuşanın dağları, başı dumanlı, qırmızı baftalı, yaşıl tumanlı, dərdinlər ölməyə çoxdur gümanlı, ay qız buna qaş göz, buna tel, ölərəm dərdindən, onu bil, danışmasan da barı gün. Musiqi həm də insanların bir-birini anlaması, eyni duyğunu paylaşması deməkdir. Hər xalqın musiqisi onun düşüncə tərzini, həyat fəlsəfəsini, keçmiş və bugününü ifadə edir. Müasir dövrdə isə folklor və rock elementlərinin sintezi ilə belə nəğmələrə ikinci həyat verilir.